önemli mevzuda tədbir təşkil etdiyiniz üçün və bizi də dəvət etdiyiniz üçün Əlirza bəyin çıxışına diqqətlə qulaq asın. Çox önəmli məqamları vurğuladı, ümumi məsələni bizə bir daha şərh etdi. Çox mürəkkəb məsələdir və mənim yadımda qalan İran İslam Respublikasının tarixində ən böyük xalq etirazlarından biridir. Olubdur, müxtəlif mərhələlərdə müxtəlif etirazlar olubdur. Müxtəlif göstəricilərə görə ən güclü etirazlar kimi görünənlər olub. Ancaq bu, elə bil ki, hamısını üstələyir. İnsanların qəzəbi səviyyəsi baxımından, çox sürətlə bütün İranı əhatə etməyə başlaması baxımından və təbii ki, ilkin səbəblər iqtisadi səbəblərdir. Realın deməli, dollara nisbətən dəhşətli ucuzlaşmasıdır, bazarda qiymətlərin nəzarətsiz şəkildə artmasıdır və s. Bunlar bəllidir. Və təbii ki, İran bu İslam rejimi dönəmində o qədər problemlərlə üzləşib ki, artıq bütün sahələrdə xalqın etiraz eləməyə əsasları var, xəttləri var və ona görə də proses çox sürətlə gedir. Qeyd olunduğu kimi ilk mərhələdə bizim soydaşlarımız çox da proseslərə qatılmadılar. Necə ki, əvvəlki bir neçə etirazda da soydaşlarımız, Azərbaycan türkləri xüsusi fəallıq göstərməməyə çalışıblar. Bunun da səbəbləri bəllidir. Çünki haqlı olaraq xalqımız hesab edir ki, İrandakı bütün böyük dəyişikliklərin önündə gedən, ən böyük fədakarlıq edən, ən böyük itki verən bizim xalqımız olur. Amma sonra o proses başa çatandan sonra nəinki xalqımız bəhrələnə bilmir o prosesin nəticəsindən, əksinə yeni zərbələr almağa başlayır. Ona görə də bu xalqımızı o məsələdə müdrikləşdiribdir, daha diqqətli, təmkinli davranmağa sövq edir. Amma görünür, hərəkatın miqyası həddindən artıq böyük olduğu üçün və bu prosesin elə bir neçə aylıq bir proses olmadığının dərk olunduğu üçün, ümumxalq şuurunda dərk olunduğu üçün xalqımız da artıq son günlərdə bir qədər fəallaşmağa qərar verdi. Bu da təbiidir. Çünki bir tərəfdən o əvvəl dediyimiz məqamlar varsa ki, diqqətli, ehtiyatlı olmaq lazımdır. Digər tərəfdən də başqa bir risk də var ki, təhlükə də var ki, proses çox sürətlə gedə bilər və müəyyən nəticələrə gətirib çıxa bilər və xalqımız isə bu proseslərdən kənarda qala bilər. Bu təhlükə də var. Və bu təhlükənin bir qisminə işarə edildi burada. Şah şüarları, Pəhləvi şüarları altında bəzi çıxışların edilməsi, addımların atılması bu özü təbii ki, İran üçün çox ciddi bir təhlükədir. Təkcə xalqımız üçün deyil, İran üçün böyük bir təhlükədir. Yəni, əslinə qalanda 1978-79-cu illər inqilabı İran xalqları üçün doğrudan da bir çıxış yoluydu. Əvvəlki şah diktaturasından bir çıxış yoluydu. Amma təəssüf ki, yağışdan çıxıb yağmura düşdülər. Fars rejiminin nəzarətindən çıxıb İslam şüarı altında xalqlara zülm edən bir rejimlə üzləşdilər. Amma bütün bunlarla yanaşı, əgər Pəhləvinin güclənməsini istəmirsə xalq, hərəkət etməlidir, alternativ qoymalıdır. O baxımdan hesab edirəm ki, proseslər həddindən artıq ciddi şəkildə öyrənilməlidir. Burada həm informasiya işi daha yüksək səviyyədə aparılmalıdır. Azərbaycan saytları, Azərbaycan şəbəkənin Azərbaycan bölümündə bu məsələlərlə bağlı yazılır. Ancaq mən bunu kifayət hesab eləmirəm. Daha dolğun, daha dəqiq, daha operativ xəbərlərə ehtiyac var və məlumat bazasına ehtiyac var və cəmiyyətin hamısının etibar edəcəyi müəyyən bir informasiya mərkəzlərinə ehtiyac var. Məncə bu hələlik bu şərtdə tamamlanan olunmur. İkincisi, analitik iş lazımdır. Bu proseslər ciddi şəkildə araşdırılmalıdır, öyrənilməlidir. Kökləri, səbəbləri, bugünkü gedişi, mümkün istiqamətləri öyrənilməlidir ki, düzgün nəticələr çıxarıb tövsiyələr də vermək olsun, qərarlar da vermək olsun. Biz Müsavat Partiyası olaraq İranı və Güney Azərbaycanı hər zaman diqqət mərkəzində saxlamışıq. Son günlərdə də 2 həftəyə yaxındır bu proseslər başlayandan. Demək olar ki, hər gün bu vəziyyəti biz təhlil edirik. Müsavatın analitik mərkəzi bu mövzuda araşdırmalar aparır və partiya rəhbərliyinə tövsiyələr təqdim edir. Bu işi davam etdiririk və etdirəcəyik. Amma təbii ki, tək Müsavatın gücü ilə aparılacaq bir iş deyil. Burada bütün cəmiyyət və bütün dövlət bu işə
gücünü qoymalıdır, potensialını qoymalıdır. Biz Azərbaycan hakimiyyətindən də inanmaq istərdik ki, bu məsələyə gereken həssasiyyət göstəriləcək. Zaman zaman deyilir ki, soydaşlarımız hamısı bilməzdilər ki, onların bir dövləti var, Azərbaycan Respublikası. Bütün dünyada yaşayan Azərbaycanlıların dövlətidir, vətənidir. Bu çox gözəl tezisdir. Hər zaman bunu biz də demişik. Amma buna uyğun da addımlar atılmalı, işlər görülməlidir. Güneydəki soydaşlarımız, İrandakı soydaşlarımız həm hiss eləməlidirlər ki, tək deyirlər, yalnız deyirlər. Onların arxasında bir dövlət var, qonşu dövlət var. Həm də ki, Azərbaycan dövləti burada gedən proseslərə hazır olmalıdır. Bunun üçün də Azərbaycanın yenə də bir milli birliyə ehtiyacı var. Necə ki, 44 günlük savaş dövründə Azərbaycanın milli birlik, milli həmrəylik ən yüksək səviyyədə idi. İndi də o səviyyədə bir milli birliyə ehtiyac var. Və bunun üçün də Azərbaycanda haqqın, ədalətin bərqərar olmasına ehtiyac var. Azərbaycanda bu ədalətsizliklərə, siyasi həbslərə və təqiblərə və s. son qoyulmalıdır ki, xalq bütövləşə bilsin və xalq gereken anda öz gücünü, iradəsini ortaya qoya bilsin. Mən əminəm ki, xalqımız hər zaman bunu edib və edəcək. Şərtlərdən asılı olmayaraq bizim xalqımız müdrik xalqdır, təcrübəli xalqdır. Ən mürəkkəb vəziyyətlərdə də öz iradəsini, öz haqlı mövqeyini ortaya qoymağa, fədakarlıq göstərməyə hazır olan bir xalqıq biz. Amma hər halda bunun üçün də daha münbit bir şərait yaratmaq üçün Azərbaycan hakimiyyətindən də həm İranda gələnlərə daha çox diqqət, daha çox həssaslıq, həm də ölkədəki vəziyyətdə daha çox ədalət, daha çox düzgün yanaşma ortaya qoyulmalıdır. Təsadüfi deyil ki, əgər Güneyli qardaşlarımızın əsas şüarlarından biri azadlıq, ədalət, milli hökumətdirsə, Müsavat Partiyasının son illərdə irəli sürdüyü şüarlardan biri azadlıq, ədalət, hüquqi dövlət şüarıdır. Yəni, bu məsələyə diqqət yetirilməlidir. Və bir məsələyə diqqət edib sözümü yekunlaşdırmaq istəyirəm. Yəni, zamanında Azərbaycanda xalq hərəkatı dönəmində bizim məşhur bir sözümüz var idi ki, hədəf bəlli, təşkilat bəlli, lider bəlli. Bu çox önəmli bir söz idi və o söz gerçəkliyi ifadə edirdi. Həm də ki, cəmiyyəti toparlayırdı, cəmiyyəti düzgün istiqamətə yönəldirdi, cəmiyyəti bir təşkilat, bir lider ətrafında cəmləşdirirdi. İndiki mərhələdə də buna ehtiyac var. Təəssüf ki, eyni sözləri biz İrandakı soydaşlarımızla bağlı deyə bilmirik. Hədəf bəlkə də birdir, azadlıqdır, amma yanaşmalar fərqlidir azadlıq məhsulundan. Vahid təşkilat yoxdur, hər halda biz görmürük, bəlkə də var və vahid lider də görünmür. Halbuki çoxlu dəyərli insanlarımız var. Güneydə də, Avropada da, Amerika Birləşmiş Ştatlarında da güneydən çıxan bir çox tanınmış insanlar var ki, bizim onlara saygımız var. Onların potensialına, onların xalq üçün etkilərinin qiymətini bilirik və gələcəkdə də edəcəklərinə də inanırıq. Ancaq burada hər hansı bir hərəkətlənmə olmalıdır. İlk növbədə bütövləşmə olmalıdır, birlik olmalıdır. Bu siyasi təşkilatların, siyasi liderlərin birliyinə ehtiyac var. Bilirsiniz, siyasətdə iddia aydındır, olmalıdır. Ancaq elə mərhələlər var ki, siyasətçi iddiasından əvvəl mövqeyini ortaya qoymalıdır, fədakarlığını ortaya qoymalıdır. Siyasətçi deməməlidir ki, mən liderəm və hamı da mənim ətrafımda cəmləşsin. Siyasətçi xalqa liderliyini təklif etməməlidir, xalqa öz mövqeyini təqdim etməlidir, fədakarlığını təqdim etməlidir. Xalq özü onların arasından seçəcək. Kimə etimad göstərsə, kimə etibar edirsə onu seçəcək və onun arxasına getməyə başlayacaq. Və digərləri də ya xalqın bu seçimi ilə razılaşmaq məcburiyyətində qalacaqlar, ya da ən azı hesablaşmaq və səbirli olmaq məcburiyyətində qalacaqlar. Ona görə də mən ilk növbədə Güneyli soydaşlarımızdan bu istiqamətdə səylər, addımlar, fədakarlıq, təşəbbüslər gözləyirəm. Dediklərim müəyyən dərəcədə Kuzeydə bizim siyasətçilərə də aiddir, ancaq biz bu məsələdə həlledici şəxslər, qüvvələr deyilik. Həlledici şəxslər, qüvvələr bizim İrandakı, Güney Azərbaycan soydaşlarımızdır. Onların İrandakı və İrandan kənardakı liderləridir. Biz xalq olaraq, Azərbaycan siyasətçiləri olaraq, Azərbaycan ictimai siyasi fəalları olaraq Güneydə xalqımıza hər cür dəstəyi verməyə hazır olmalıyıq.
hər cür gözlənilməzliklərə cəmiyyətimizi, dövlətimizi, ölkəmizi hazırlamalıyıq və inanmalıyıq ki, bu böyük qarşıdurmada Azərbaycan, güneyli, quzeyli Azərbaycan təhlükələrdən, risklərdən özünü müdafiə edə biləcək, fürsətlərdən isə yararlana biləcək. Deyiləsi məqamlar çoxdur, ehtiyac olarsa sonraki məqamlarda yenə də fikirlərimizi bildirərik. Təşəkkür İsa bəy. Bir məsələ